bəyə. Zamiq bəy, Kərbəlayi hadisələrinin elmi və tarixi xronologiyası ilə şairlərin yaratdığı poetik mənzərə arasında hansı fərqlər var? Şairlər quru tarixi faktları xalqın qəlbinə toxunacaq bir canlı yaddaşa necə çeviriblər? Zəhmət olmasa bu barədə fikirlərinizi bölüşərdiniz. Həqiqətən də bu çox gözəl bir sualdır əslində. Geniş danışmaq olar bu barədə. 1-2-3 dəqiqə ilə öz fikrimizi bildirək. Belə ki, tarix elə bir varlıqdır ki, tarixçi bitərəf olar. Tarix bitərəf olar, tərəfkeşlik eləməz. Yəni tarixçinin bəli işi odur ki, elə tarixi, hadisəni, cərəyanı olduğu kimi çatdırsın, bəli. Və bu əslində pis hal deyil, yaxşı haldır. Amma şairlə müqayisədə fərq budur ki, şair haqq şairindən gedir, həqiqət əhlindən gedir söhbət. Yəni bir növ həm mahiyyətini çatdırmaqdır şairin işi. Hadisənin, cərəyanın, bəli, həm də ruhiyyəsini, ruhunu. Şair ruhunu çatdırır insanlara, tarix olayı çatdırır. Misal üçün, məsələn, 72 nəfərlə İmam Hüseyin əleyhissalamın ətrafında olanlar, biz tarix bildiririk, 72 nəfər idilər, 30 min lənət olmuşları idi. Misal üçün, xeymələr od vurdular. Bunlar tarix bizə deyib bunları. Müxtəlif tarixçilər hərə bir vasitə ilə bunu çatdırıb bizə. Amma şairin fikri tamam başqadır. Şair şairanə olar. Həm də şair məzlumun, fəqrin yanında olar. Haqqı tapdalanmışın yanında olar. Bir növ yazıcı hərdəsə fəqrin arxasında durmaq kimi görsənər. Baxırsınız, görərsiniz, misal üçün, şair bir söz deyər, görərsən ki, orada həqiqət əhlini əlində bayraq eləyib. Belə bu cürdür, fərqləri bunların belədir ki, şair bir növ ruhiyyəsini göstərər, əhvalatın, hadisənin, ruhunu göstərər. Misal üçün, məsələn, Məhəmməd Füzulidən, əleyhirrəhmədən bir misal çəkmək istəyirəm. Deyir ki, Mah-i məhərrəm olduğu məsərrət həram edir, matəm bu ay şəriətə bir ehtiram edir. Burada görürsünüz necə incə ruha toxunub Məhəmməd Füzuli. Şairin həqiqətən də bu fikri belə olmalıdır ki, şair biraz haqqın tərəfdarı olsun. Yəni, belə deyək də, tarixi hadisələr bəlli məsələdir. Yəni, onu biz tarixçilərin bizlərə gəlib çatdığı əsərlərində bu barədə təbii ki, məlumat alırıq. Amma şairlərimizdən də təbii ki, Kərbəla müsibəti barəsində, o hadisələr barəsində bizə informasiyalar çatır. Bizim dahi şairimizdən misal çəkdiniz, bizim Mövlana Məhəmməd Füzulimiz, onun böyük bir əsəri var, Həqiqət-i Süada əsəri. Və Zamiq bəy, bu əsər təkcə nəzmdən ibarət deyil, həm nəzmlə, həm nəsrlə yazılıb. Və həqiqətən də, yəni bu, ümumiyyətlə, Kərbəla hadisələrini insanlara çatması üçün çox böyük bir vasitədir, böyük bir əsərdir. İndi bu əsəri biz həm ədəbi əsər adlandırırıq, bunu tarixi əsər də adlandıra bilərikmi hardasa? Bilirsiniz, Məhəmməd Füzuli əleyhirrəhmə elə bir şairdir ki, həqiqətdir bu. Misal üçün, onun əsərlərini toyda da oxusun, qəbul olunar. Yas məclislərində də oxusun, qəbul olunur. Yeganə şairdir o barədə. Yas məclislərində də oxusun, qəbul olunur. Hər harda oxusun, belə formalaşıb onun qəzəlləri, onun yazıları, əsərləri elə yazılıb ki, misal üçün, ya Rəbb, həmişə lütfün et rəhnuma mənə, göstərmə ol təriqi ki, getməz sənə mənə. Məsələn, bu şeirdən, məsələn, deyək ki, oxuyuruq, çatdırırıq cəmaata. Bunu toyda da oxusun yeri var. Bunu elə üzür yerlərində də oxusun yeri var. Harada oxusun, xanəndə də götürüb bunu oxusa yeri var. Xanəndə də oxusa bunun yeri var. Amma qaldı ki, o... Məsələn, Əhl-i Beyt Məddahı da oxusa yeri var. Bəli, əlbəttə ki. Və zaten də bu, biz yəni, bu şeirin həm belə deyək də, yəni xanəndələrin dilində bir xüsusilədir. Yəni hətta bizim qədim
xanəndələrimizdən də söhbət gedir ki, yəni onların dilinin də əzbəri olub və eyni zamanda mən bizim dəyərli Əhl-i-Beyt məddahları, dərvişləri, onların dilində Hacı Nasir, Allah vücudun bir bəlasın dəyərli Əhl-i-Beyt məddahı, mərhum Əhl-i-Beyt məddahımız Hacı Yaşardan da, yəni bu qəzəlləri mən dinləmişəm. Hal-hazırda da bu ifa olunur. Yəni bizim məclislərdə, Əhl-i-Beyt məclislərində ifa olunur. Zəngindir ki, sözlə. O qədər gözəl yazılıb ki, nəzbə çəkilib ki, harda oxusun. Amma qaldı ki, ümumiyyətlə bir şairin fikri, indi hal-hazırda özümüz də bilirik ki, təhriflər də çoxalıb. Təbii ki. Təhriflər də çoxalıb. Mən dəqiq yadımda qalmayıb, hansısa bir Rozaxan olub. Amma dəqiq bilirəm ki, olub Baxsab, amma dəqiq yadımda qalmayıb kimdir. Yatır 3 gecə ard-arda, yatır 3 gecə görür ki, İmam Hüseyn əleyhissalamın ətini deyir, dişimdən görürəm, dişləyirəm, yeyirəm, parçalayıram. Axırda öz dövrünün bir arifinə yaxınlaşır ki, bəs belə bir yuxu görürəm. Arif ona bildirir ki, sən çox güman ki, ya Mərsiyə xansan, ya Roza xansan. Deyir, bəli. Deyir, ola bilər, arada neysə düz oxumursan, düzgün şəkildə təqdim eləmirsən. Bəli. Yəni, bilirsiniz, bunlar da var. Əlbəttə ki, Allah Teala İmam Hüseyn əleyhissalama hər bir şey verib. Bütün məqamın ən gözəl məqamları verib ona. Allahlıq məqamından başqa. Daha nələr vermədi İmam Hüseyn əleyhissalama Allah Teala. Çünki o da onu elə Allahın izindən qazandı. İkinci bir yolun yolçusu yoxdur. Ətrafında olanlardan başqa. Necə ki, özü deyir ki, öz əshabımdan gözəl əshab, öz əhl-i-beytimdən şərafətli əhl-i-beyt tanımıram. Yəni, bu Allah Teala İmam Hüseyn əleyhissalama Allahlıq məqamından başqa nə məqamlar vermədi ki? Hətta o dərəcəyə çatdırdı onu ki, heç bir peyğəmbərə, heç bir imama vermədiyini verdi ona. Misal üçün, Kərbəla torpağından zərrə qədər, bir mərciyin ucu qədər torpaq kimi əgər şəfa niyyətindən yüsün, şəfa taparsan. Yox, dəfələrlə bunlar şahid olmuşuq hamımızda. Amma heç bir peyğəmbərin, heç bir imamın torpağını yemək olmaz, haramdır. Əslində. Yəni ki, bu İmam Hüseyn əleyhissalamı Allah Teala seçdi. Seçilmiş həyat yaşadı, özü də seçildi oradan.